Salamlar, vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar. Səs televiziyasında 24 saat xəbərlər buraxılışı efirdədir. Əvvəlcə bugünün əsas xəbər başlıqlarına qısa nəzər salaq. Ombudsman aparatında Xocalı soyqırımının 22-ci il dönümünə əsr olunan tədbir keçirilib. Yeni Azərbaycan Partiyasının gəncləri Xocalı faciəsi ilə bağlı yürüş təşkil edib. Artıq bu həftədən Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. Xaçmazda telefon mağazası qarət olunub. Yas mərasimindən qayıdan sürücü yol qəzasında həyatını itirib. İntisada ətraflı. Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kropaytkino, Tərtər rayonunun Qızıloba kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəklikdə yerləşən mövqelərdən silahlı qüvvələrimizin mövqələrini atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Səs TV verilən məlumata görə düşmən cavab atəşi ilə susturulub. Xocalı soyqırımının dünyada tanınılması istiqamətində görülən işlər aktivləşdirilməlidir. Bu fikirləri Ombudsman aparatında Xocalı soyqırımının 22-ci il dönümünə əsr olunan tədbirdə Moldova Ombudsmanı Aureliya Qriqori səsləndirib. Azərbaycanın Ombudsmanı Elmira Süleymanova isə hələ də soyqırımın dünyada öz hüquqi qiymətinin almamasından təəssüfləndiyini bildirib. Bugün Ombudsman aparatında Xocalı soyqırımının 22-ci il dönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, Moldova Ombudsmanı Aureliya Qriqori və Xocalı faciəsinin şahidləri iştirak edib. 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə Xocalıda baş verən faciə barədə məlumat verən Elmira Süleymanova deyib ki, bu soyqırımı hər bir Azərbaycanlının Xocalıların qanı ilə yazılan tarixidir. Onun sözlərinə görə Xocalı soyqırımı 20-ci əsrin ən böyük və ən dəhşətli faciəsidir. Qeyd olunub ki, Xocalı hadisələrində bütün insan hüquqları unudulub, bəşəriyyətdə görülməmiş vəhşili və vandalizm aktı törədilib. Elmira Süleymanova bildirib ki, bu soyqırımı öncədən planlaşdırılmış şəkildə yalnız türk milli etnik tərkibli insanlara qarşı həyata keçirilib. İnsan hüquqları üzrə müvəkkil onu da qeyd edib ki, ötən 22 il ərzində Xocalı soyqırımını törədən ermənilər faciə qurbanlarının şəklini çəkərək internet vasitəsilə yayıb və onları erməni adı ilə dünyaya çatdırmaqla insan hüquqlarının pozulması istiqamətində ən ön planda olublar. Faciə bir Azərbaycan xalqının faciəsi olmadı. Bunu bütün dünya tarixində, müharibələr tarixində görünməyən bir qəddarlıq, görünməyən bir hər cür insan hüquqlarına, hər cür qanunvericiyə, hər cür beynəlxalq hüquqa saymazyanə yanaşmaq və bu hadisə artıq əsrin faciəsi kimi dəyərləndirir. Soyqırım şahidlərinin sözlərinə görə isə bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 63 uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakinin qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib, yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 Xocalılı əsir, 150 Xocalılı isə itkin düşüb. Tədbirdə çıxış edən Aureliya Qriqori isə bildirib ki, Xocalı soyqırımının dünyada tanınılması istiqamətində görülən işlər aktivləşdirilməlidir. Xocalıda soyqırım törədənləri cinayət məsuliyyətinə cəlb etmək üçün xüsusi tribunal yaradılmasının vaxtı çatıb. Bu tribunal Yuqoslaviyadakı soyqırımla bağlı yaradılmış tribunala bərabər bir orqan olmalıdır. Hələ şahidlər sağ və faktlar ortadaykən Azərbaycan belə bir tribunalın yaradılması təşəbbüsü ilə çıxış etməlidir. Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb olunmalıdır. Serj Sarkisyan bu əməli ilə qürrələnir, internetdə etirafları var. Onu cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Mən soyqırımın öyrənilməsi üzrə Qubada tədbir keçirilməsini də təklif edirəm. Qoy ekspertlər və hüquq müdafiəçiləri orada iştirak etsin. Hər kəs ermənilərin 1905-ci ildən başlayaraq Azərbaycanda törətdiklərini bilməlidir. Bugün Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Xocalı soyqırımının 22-ci il dönümü ilə əlaqədar yürüş keçirib. 500-ə yaxın gənc ali məhkəmənin binasının qarşısından Ana Fəryadı Xocalı abidəsinə qədər yürüş ediblər. Gənclər əllərində Azərbaycan bayrağı Xocalı faciəsini əks etdirən plakatlar tutublar.
Bugün Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Xocalı soyqırımının 22-ci il dönümü ilə əlaqədar yürüş keçirib. Gənclər Ali Məhkəmənin binasının qarşısından Ana Fəryadı Xocalı abidəsinə qədər yürüş ediblər. Xocalı abidəsinə qədər yol qət edən gənclər abidənin qarşısına əklil qoyub faciədə həlak olanların ruhunu yad ediblər. Gənclər əllərində Azərbaycan bayrağı, Xocalı faciəsini əks etdirən plakatlar tutublar. Tədbirlə bağlı açıqlama verən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orocov bildirib ki, yürüşdə 400-500 gənc iştirak edib. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi hər il olduğu kimi bu ildə Xocalı ilə bağlı silsilə tədbirlər həyata keçirməkdədir. Nəzərdə tutmuşuq ki, 400-500-ə yaxın gənclə Xocalı abidəsini ziyarət edək və gənclərlə birlikdə onların ruhunu şad edək və göstərək ki, Azərbaycan gəncliyi üstündən 22 il keçsə də bu faciəni unutmur. Xocalı faciəsi bizim qan yandaşımızdır. Biz öz soydaşlarımızı itirmişik, günahsız qurbanlar vermişik və gənclərin də xatirəsindən heç vaxt bu qanlı qadalı günlərimiz yaddan çıxmayacaq, itməyəcək. Xocalı şəhidliyi bizim məbədimizdir və bizim borcumuzdur ki, burada hər il gəlib onları yad eləyək, ruhlarına Fatihə oxuyaq. Nailə İbrahim qızı Orxan Elxanlı, Səs TV. Bugün su çərşənbəsidir. Artıq bu həftədən su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. Su çərşənbəsi soyuq qışdan sonra od nəfəsli yazın, yayın gəlişindən xəbər verir. Bu çərşənbədə də insanlar süfrə açır, aş bişirir, süfrəyə balıq və küzədə su qoyurlar. Artıq bu həftədən su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq su yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Bəzi mənbələrdə ona əzəli çərşənbə, gül çərşənbə də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü həyat mənbəyi kimi göstərir. Əski inanclara görə bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə təzə su, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır. Su çərşənbəsi zamanı tezdən qız gəlinlər bulaq başına axar su olan yerə gedər, suyun üzərindən tullanar. Bu zaman Azərbaycanlılarının suya getməsini istərdilər. Qədim türklərin inancına görə Tanrı insanı məhz çərşənbə axşamı yaradıb. Əvvəlcə su götürülüb, külək tərəfindən su ilə torpaq qarışdırılıb, insan şəklinə salınıb. Günəşin altında qurudulub. 4-cü çərşənbə, ilin axır çərşənbəsində isə ona nəfəs verilib. Beləliklə dünyaya insan gəlib. Hesablamalara görə bütün bu hadisələr çox müqəddəs bir vaxtda gecə ilə gündüzün bərabərləşdiyi günə təsadüf edib. Bundan sonra isə insan üçün yeni həyat, yeni il başlanıb. Çərşənbələrdə, eləcə də Novruz bayramında həyata keçirilən müxtəlif adətlər də başlanğıcını məhz insanın yaranışı ilə bağlı qədim ayinlərdən götürüb. Su çərşənbəsi soyuq qışdan sonra od nəfəsli yazın, yayın gəlişindən xəbər verir. Bu çərşənbədə də insanlar süfrə açar, aş bişirər, süfrəyə balıq və közədə su qoyarlar. Jalə Bayramlı, Səs TV. Xaçmazda telefon mağazasından oğurluq edilib. Mağazadan 22 ədəd müxtəlif markalı telefon və 870 manat pul oğurlayan şəxs və şəxslərin axtarışı isə davam etdirilir. Xaçmaz rayonunda oğurluq hadisəsi baş verib. Hadisə gecə saatlarında şəhərin 20 yanvar küçəsində yerləşən telefon mağazasında qeydə alınıb. Naməlum şəxs və ya şəxslər 21 yaşlı İntiqam Bayramova məxsus mağazanın qapısını kustar üsulla açaraq oradan 22 ədəd müxtəlif markalı telefon oğurlayıblar. Bundan əlavə onlar mağazadan 870 manat pul da götürüblər. Zərər çəkən İntiqam Bayramovun sözlərinə görə qarət nəticəsində ona ümumilikdə 2000 manat məbləğində ziyan dəyib. Səhər gəldim dükkana, gördüm telefonları götürüblər. Stolun üstündə 870 manat dəyərində pul idi, onları götürüblər. Ümumi dəyəri nə qədər ziyan deyibsə? 1000 yox, harası 2500. Hələlik oğurluq edən şəxs və ya şəxslərin kimliyi müəyyənləşdirilməyib. Bu istiqamətdə Xaçmaz rayon polis şöbəsində əməliyyat axtarış tədbirləri davam etdirilir. Təranə Səfərova, Emin Kərimov, Səs TV, Xaçmaz. Yevlax rayonunda bədbəxt hadisə baş verib. Ağır tonajlı avtomobil elektrik dirəyinə çırpılıb. Nəticədə isə yük maşının sürücüsü hadisə yerində həyatını itirib.
Yevlax rayonunun Gülövşə kənd ərazisində ağır yol qəzası baş verib. Səhhətində yaranan qəfil problemindən idarəetməni itirən sürücü 52 yaşlı Mingəçevir şəhər sakini Kamil Salahov ağır tonlajlı maşını yol kənarındakı elektrik dirəyinə vurub. Kənd sakinlərinin köməyi ilə avtomobildən çıxarılan sürücü Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Kamil Salahov Gülövşə kəndindəki yas mərasiminə xidməti maşını ilə su gətirib. Hadisə isə o kənddən çıxarkən baş verib. Jalə Bayramlı, Şamxal Cəlloğlu, Fəzali Səfərov, Səs TV, Yevlax. Hörmətli tamaşaçılar, 24 saat xəbərlər buraxılışından bu günlük sizə çatdıracaqlarımız bunlar idi. Sağ olun, salamat qalın.